Astara rayonunun Alaşa kəndində yerləşən Əlişə qalası bu ildə arxeoloqların diqqət mərkəzindədir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun ekspedisiyası iyulun 1-dən etibarən burada növbəti qazıntı mövsümünə başlayıb. Son tədqiqatlar nəticəsində müdafiə divarları, su təsərrüfatı sistemi və orta əsrlərə aid yeni memarlıq nümunələri aşkar olunub. Əldə olunan tapıntılar qalanın təkcə istehkam deyil, həm də yaşayış və inzibati funksiyalar daşıyan kompleks olduğunu göstərir. Bu il qazıntılar əsasən qalanın giriş hissəsində 300 kvadrat metrə yaxın ərazidə aparılıb. Arxeoloqların məqsədi qala divarlarının bünövrəsini, müdafiə sisteminin quruluşunu və müxtəlif tikinti mərhələlərini müəyyənləşdirmək olub. Tədqiqatlar nəticəsində divarların sal qaya üzərində inşa edildiyi, sonrakı dövrlərdə isə yenidən qurulduğu müəyyən edilib. Qazıntılar zamanı müxtəlif dövrlərə aid keramika nümunələri, şüşə və metal məmulatlar, üzüklər, saxsı qab fraqmentləri və metal məmulatlar, üzüklər, saxsı qab fraqmentləri, eləcə də memarlıq elementləri aşkar olunub. Bu kaşların aşkar olunması burada elitar bir tikinti binanın olması deməkdir. Yəni bu nə deməkdir? Burada bunun üstündə puzzle şəkildə bir dekor işarəsi olubdur binanın üstündə. Biz bu ilə bağlı tədqiqat işləri aparmışıq. Bax bunlar isə, bax bu dediyimiz bu qablar. Bax bunlar biyaqları, Allah'ım yaxın tutun. Bax bunları bir dənə kəşəçəni. Bax bunlar Sasani devrinin, bax biyaq dediyim kimi ilk orta əsrlərin Sasani devrinə aid olan iri həcmli küplərdir. Görürsünüz üzərində S şəkilli, belə deyək ki, lepqavırlı buna, Vietnam keramika deyirsiniz buna. Tapıntılar göstərir ki, Əlişə qalasında həyat Sasani dövründən başlayaraq 16-cı əsrədək fasilələrlə davam edib. Tədqiqatlar zamanı diqqəti cəlb edən tapıntılardan biri də şirli keramika nümunələrdir. Onların üzərindəki həndəsi və nəbati naxışlar orta əsr Azərbaycan dulusçuluğunun yüksək inkişaf səviyyəsini nümayiş etdirir. Mütəxəssislərin fikrincə, bu nümunələr Əlişə qalasının Səlcuqlular və Elxanilər dövründə bölgənin mühüm mədəni mərkəzlərindən biri olduğunu təsdiqləyir. 2026-cı ildə Əlişə qalasında apardığımız arxeoloji qazıntılar zamanı müxtəlif növdə keramika nümunələri aşkar edilmişdir. Bu nümunələr arasında diqqətimizi cəlb edən bu parçadır. Bu keramika parçası tapıldığı mədəni təbəqədən və oxşar nümunələrlə müqayisəyə əsasən bu parçanı 12-ci əsrin sonu, 14-cü əsrin əvvəllərinə aid etmək olar. Bu parça, bu nümunə qırmızı gildən hazırlanıb və üzəri firuzəyi rəngli şirlə örtülmüşdür. İlk baxışdan sadə görünə bilər, amma bu naxışı xüsusi edən, bu parçanı xüsusi edən onun üzərindəki naxışdır. Girih naxışı. Girih naxışı demək, bir-birinə bağlanan xətlərdən ibarət mürəkkəb həndəsi kompozisiyadır. Bu parça bir daha onu göstərir ki, bu tapıntı bir daha onu göstərir ki, Astara bölgəsi 12-ci, 14-cü əsrlərdə Səlcuq İslam mədəni mühitinin mühüm mərkəzlərindən biri olmuşdur. Arxeoloqlar qazıntılar zamanı aşkar olunan memarlıq qalıqları və maddi mədəniyyət nümunələrinin Əlişə qalasının tarixini yenidən yazacaq qədər əhəmiyyətli olduğunu bildirirlər. Tədqiqatların növbəti mərhələsində yeni tikililərin funksiyası, müdafiə sisteminin tam planı və qala kompleksinin təyinatı daha dəqiq öyrəniləcək. Hazırda Əlişə qalasında arxeoloji qazıntılar davam etdirilir.